I'm here today at these 2 days of workshop on digital government advancement in Azerbaijan, in Baku. This is not for me the first time. It's the third time that I come here invited by the agency. Every time that I come, I see really a lot of important improvement, advancement in digital transformation for the countries. And I have to say that the quality of this workshop is really very high, and give me also opportunity not only to see how the government is advancing, but also opportunity for me to learn how the government of Azerbaijan has been implementing solutions that go in the direction of digital inclusion and on the well-being of people. So really, I'm very well impressed. I do believe that Azerbaijan is already on the journey to become one of the leaders in the group of very high GDI countries. And I'm really looking forward to see greater solutions that also can help other countries and they can adapt the Azerbaijan solution to leaving no one behind and to help developing countries in doing good as Azerbaijan is doing. Bugünkü tədbirimiz çox məhsuldar keçdi. Rəqəmsal transformasiya hər zaman ancaq texnologiyadan ibarət deyil, həmçinin vətəndaş məmnuniyyətindən də ibarətdir. Görüşdə ümumiyyətcə bütün dövlət qurumları ilə və partnyorlarla müzakirədə biz hər birimiz eyni fikirdə olduğumuzu və vətəndaşın həyatını asanlaşdırmaq üçün məhsullarımızı və xidmətlərimizi vətəndaş yönümlü etməyə və inklüziv etmək üçün birgə düşüncədə olduğumuz üçün çox məmnunam. Məqsədimiz insanların bütün ehtiyaclarını duymaq, hiss etmək və həyatlarını asanlaşdırmaqdır. Biz MyGov ekosistemində də bu yanaşmanı və prinsipləri tətbiq edirik.